Xanımda böyük ölçülü bir miyoma var. O şəkildə görünən, daha doğrusu görüntüdə görünən isə bu şəkildə tamamilə miyomadan ibarətdir. Xanım yəqin ki, digər xanımlarımız kimi vaxtı-vaxtında müayinə olunmayıb. Çünki bu boyda bir miyomanı görməmək mümkün deyil. Yəni nə qədər belə deyək də bilgisi az olan adam olsa da, yenə də bunu baxanda görə biləcəyi, diferensiyasiya edə biləcəyi bir şeydir. Təxmini olaraq 11 sm ölçüdədir. Bu dəstəs müayinəsində, yəni santi fərqi ola bilər. Vaginal yoldan görünmür, yəni tam əhatə sahəsinə daxil olmur deyənə qarından baxmalı olduq. 110'un 76, yəni 11 sm-dan 8 sm bir miyomadır. Burada aşağıda qalan xanımın çarəsizcə orada sıxılan uşaqlığıdır. Demək olar ki, çox az seçilir. Yəni endometriumda nazikdir və yaxşı ki, bu xanımda qanaxma vermir, yəni endometriuma toxunmur, sadəcə olaraq oranı sıxır. Qan dövranına baxdıqda isə əlbəttə ki, güclənmiş qan dövranını görürük. Miyomanın hər yerində qan dövranı yüksəkdir. Yəni yüksək olması onu göstərir ki, böyüməyə daha da meyillidir. Yəni böyümə ehtimalı daha da olacaq bu gündən sonra da. Belə, mütləq amma əməliyyat olunmalıdır. Əməliyyat da iki şəkildə olur. Ya miyoma götürülür, uşaqlıq saxlanılır, ya da uşaqlıqla birlikdə miyoma götürülə bilir. Yəni xanım hansını istəyirsə, hər ikisini etmək olur.